neler söyleyeceksiniz? Alacak yani. Bəli. Çok güzel, çetin bir şampiyonat oldu, güzel bir şampiyonat oldu. Hiss olunur ki ildən ilə çempionatın keyfiyyəti qalxır. Hakimlərimizin, mən çox razıyam və əlbəttə Qarabağ ildən ilə gücləndiyini sübut etdi. Hamımızın fikrindədir ki, Qarabağ necə olacaq? Bu axı Avrupa çempionatındakı çətinliklərimizdən Qarabağ yenə birinci yerde bitirdi. Beni çok sevindirir. Bugün de çok güzel, alımlı bir oyun oldu. Düzdü, 1-1 olanda biraz heyecan keçirdik ki necə olacaq. Sabah təbrik edirəm. Çok güzel oyun nümayiş etdilər. Axır dəqiqə qədər mübarizə apardılar. Çok razıyam və inşallah bu artıq gələcəyimiz biraz da bəxtimizdən asılıdır. Görək pışqadan kimlər çıxacaq. Bilirsiniz, Qarabağda bizim içimizdə mənimlə Qurban Hoca'nın arasında möhtəşəm bir mənəvi birlik, bərabərlik var. Birbirimizi başa düşürük. O bilir ki, mən həmişə onun yanındayam, klubumun yanındayam. Sponsorumuz Azərsun Holding sağ olsun, böyük dəstək var. Qurban Hoca indi önündə 4-5 tane futbolcu gəri alımı barəsində indi gəri özü fikirləşsin. O barədə tam ona dəstək. Final kubok oyunumuz var sabahla inşallah, görək. O kuboktan sonra mənim Qurban Hoca ile görüşüm olacaq. Bizə öz düşüncələrini söyləyəcək. Kimlərlə müqavilə bitirmək istəyir, kimləri almaq istəyir. İnşallah razılaşacağıq. Puşqalar nəticəsinə görək. Bilirsiniz, geçen ilkilər çok çətin çıxdı. Maşallah elə hansı bir yarı finalda zat oynayırlar. Finala qədər çıxan komandalar. Bəli, çok güclü, çok böyle acımasız rəqiblər. Görək inşallah bu il qismətimizdə olacaq, amma Çempionlar Liqasında olmamız bizə plusdur, bizə artıq şansdır. Biz futbolcularımla Qurban Hoca danışanlar, onlara hədəf vermirəm ki, siz belə olmalısınız, öyle olmalısınız. Qarabağın hədəfi həmişə budur ki, Azərbaycan'a bizlərə ilham versin. Bizim özümüzdeki en büyük güç mənəvi gücümüzdür və deyirəm ki, Qurban Hocam, Qarabağıma deyirəm ki, Azərbaycan'ı dünyada cəngavər, şüca, möhtəşəm oyunuyla heyranlıq kazandıran bir millətə, bir ölkəyə çevrilsin. Qarabağ missiyası budur. Güman ederim ki, inşallah biz bu ildə hem öz xalqımızın, hem de dünyanın alqışını, beğenisini toplayacaq. Hədəfimiz budur. Abi bu istiqamətdə yəni xüsusən Çempionlar Liqasında, Liqasının mərhələsində oynamaq üçün transferlər gəlir. Nəzərə alsaq ki, legioner üzvlər ləğv olundu. Qarabağ üstünlüydümü? Legioner üzvün ləğv olunması, komandanın daha güclənməsi, yoxsa Azərbaycan futbol baxımından biraz... Bilirsiniz, mən həmişə deyirəm, futbolcu limitin qaldırılması qısa müddətli bizə köməkdir. Amma uzun müddətli mən tərəfdar deyirəm. Düzü, Azərbaycan futbolunun inkişafını sevən birisi kimi mən buna uzun müddətli bizə zərər vuracağına inanıram. Buna baxmayaraq biz yine de altyapı çalışmalarımızda, infrastrukturumuzda işləyəcəyik bunun barəsində ki, orada mən öz aramızda özümüze hedef koymalı ki, bizim Qarabağın özü içinde öz limitlerimiz olsun. Yani hariçdeki limitlərə qaldırılması ayrı məsələ. Sizə şəxsi fikrim deyirəm ki, uzun müddətdə bu Azərbaycan futboluna zərər verəcək, mən belə düşünürəm. Tahir bəy, Premier Liqa növbəti mövsümdə yüksələn komandalar bəllidir. Artıq Kərvan, İmişli və Qəbələ. Necə düşünürsünüz? İnfrastruktur baxımından çətinliklər yaradacaqmı? Yəni müəyyən çətinliklərlə qarşılaşacaqmı? Nə kimi? Stadionla, infrastruktur Bölgə klublarının barəsində, infrastruktur stadionları yaxşı vəziyyətdə deyil. Orada oynasalar qazon yaxşı. O barədə sizə bir şey deyə bilmərəm. Mənim şəxsi məlumatım yoxdur. Yəni məlumatı verim bu barədə. Komandalı çempionat necə düşünürsünüz? Necə olacaq? Qarabağ çempionluğu Yəni eğer daha çok kulüple geləcəksə, infrastrukturun inkişaf etməsi o sözsüz ki, edilməlidir. Amma o barədə sizə çox şey deyə bilmərəm. Tahir bəy, siz desək, paltardaşma otağına gələndə futbolçularınıza nə dediniz? Biraz 2 dəqiqə özümdən keçdi. Qışqırıqlar, sallar, hamısını qucaqladım, öptüm. Əlbəttə böyük bir səvinçli. Hamısını təbriklədim, bir-bir, hamısını qucaqladım. Mənim için de biraz özümdən keçdim, xoşbəxtlikdən belə özümü itirdim, gözəl bir moment oldu. Hərdən bir həyatda da özünü itirmək də yaxşı bir şey. Tahir bəy, siz sevindiniz o kadar ama komanda meydanda sevincini elə göstərmədi.
Elə bir adiləşir. Sanki adiləşir. Yok. O Qarabağın əsalətidir. O biz qonaq gedəndə deyəndə həmişə belə əsalətli bir klubdur. Ona görə biz böyle sakit çıxdıq. Amma əlbəttə öz aramızda bunu bayram elədik. Bəli. Kubokla bağlı, nə düşünürsünüz finalla bağlı? Yəni bu yəni gördüyünüz Mən bilirəm ki Sabah oraya çok güçlü gelecek. Sabah doğrudan da çok ciddi bir komandadır. Bugün de gördük. Möhtəşəm bir oyun bir gözləyirəm. Mənim arzum odur ki, çempionatın en güzel, belə şirlərin savaşı olsun və güman edirəm ki, onu biz görə bilək. Sabah üçün bir çox önəmlidir. Məncə o klub üçün Avropa getmənin yeganə şansıdır. Mən əminəm ki, qanlarını, canlarını tökəcəklər. Qarabağda hazırlaşır. Əlbəttə biz həmişə insanın ürəyi nə istəyir? Qızıl dublə istəyir. Daha da bilirsiniz, insanın təbiətində var. Möhtəşəm bir mübarizə gözləyirəm. Belə hamımız doya-doya futbol tamaşa edəcək inşallah. Abi son sual verin bəlkə də, eğer sual olmasa. Afanın inkişaf strategiyasına tanış olmuşsunuz. Xeyr. Əməklərdə. Xeyr. Onlar təbriklər. Sağ olun. Təbriklər, sağ olun. Sağ olun.